Hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Sizlərlə paylaşdığım inteqrasiya sualının izahını vermək istəyirəm. Təsəvvür edin ki, sizə 16 metrlik oduncaq verilib. Bu oduncaqdan mişar və meşə materialı hazırlamalısınız. Bu ölçüdən nə qədər mişar və meşə materialı əldə etmək olar, fikirlərinizi bildirin. Verilmiş tapşırıqda inteqrasiyanın növünü tapın. Çox müəllimlər fən üstünü qarışdırırlar. Ümumiyyətlə fən üstü nə isə həyatda yerinə yetirərsinizsə, yəni edirsinizsə, praktiki olaraq həyatda edirsinizsə, həyatla əlaqələndirirsinizsə fən üstü götürüləcək. Yəni burada fən üstü yoxdur. Mişar və meşə materialı texnologiyadan 5 və 6-cı sinif olduğuna görə fən daxili şaqil olacaq və burada 16 metrlik oduncağı hissələrə bölündüyü üçün, sayıldığı üçün, hesablandığı üçün olacaq nə? Fən daxili fənlər arası. Bu şəkildə suallar məhz səhifəmizdə paylaşılacaq. Diqqətiniz bizim səhifədə olsun.